şagirdləri, dəyərli valideynlər və dəyərli kanal izləyiciləri, bu video izahımızda 5-ci sinif Azərbaycan dil dərsliyində 7-ci bölmə idman və sağlamlıq bölməsi üzrə ilk mətn olan fiziki məşqlər və insan orqanizmi mətni ilə bağlı olan tapşırıqların izahına baxacaq. Daha sonra dil qaydaları üzrə tapşırıqların izahı ilə tanış olacaqsınız. İzahlarımız sizin üçün faydalıdırsa videolarımızı bəyənməyi, kanala abunə olmağı yaddan çıxartmayın. Həmçinin də videolarını paylaşmaqla kanala dəstək olmuş olarsınız. 2025-2026-cı tədris ili üzrə onlayn dərslərimizə qeydiyyat başlayıb. Onlayn dərslərimizdə qeydiyyatdan keçmək istəyənlər WhatsApp nömrəsi ilə əlaqə saxlayıb dərslərimizə qoşula bilərlər. Təbii ki, bu yeni tədris ili ilə əlaqədardır. 3377 38 bu WhatsApp nömrəsidir. Həm Azərbaycan dili, həm də riyaziyyat fənnindən onlayn dərslərdə iştirak etmək istəyənlər müraciət edə bilərlər. Belə, keçək tapşırıqların izahına. Burada bölmə üzrə uşaqlar sizə bir A, B və C tapşırıqları verilib. Bu tapşırıqlar şəxsi düşüncəyə əsaslanan tapşırıqlar olduğu üçün bu tapşırıqlar sizin dərs zamanı həyata keçirilən tapşırıqlardır və onların izahı bu videoda öz əksini tapmayacaq. Biz mətnlə bağlı tapşırıqların izahına baxacaq. Fiziki məşqlər və insan orqanizmi. Burada mətn müəyyən hissələrdən ibarətdir. Hər bir hissəni müstəqil şəkildə oxuduqdan sonra hər bir hissəyə aid olan burada tapşırıq öz əksini tapıb. Həmin tapşırığı yerinə yetirməyiniz tövsiyə olunur. C tapşırığında deyir ki, nə üçün mətndə ürək mühərrikə bənzədilir? Uşaqlar, təbii ki, bu mətnin oxumusunuz. Əgər mətnin birinci hissəsində belə bir yer vardır. Deyir ki, insan bədənində olan qandır. Qan damar sisteminin mərkəzində məhz nə dayanır? Ürək dayanır deyir. Aydındır, ürək dayanır orada. Və ürək bədəndə desək ki, bütün olan qanı ürək vasitəsilə tənzimləyir. Yəni, ürək onu deyəcəkdə formalaşdırır da. Yəni, insan ürəyi əgər belə desək, yaxşı işləməsə və yaxud da ki, ürək düzgün şəkildə işlənməsə, təbii ki, bədəndə ehtiyac olan qan formalaşmayacaq. Və buna görə də məhz onu bu mühərrikə bənzədirlər. Mühərrikdə də nə, məsələn, deyək ki, mühərrik işə düşdükdən sonra mühərrikdə olan yağı ötürür və nəticədə bütün hər şey mühərrik vasitəsilə hərəkətə gəlir. Ürək də eyni qaydada əgər qanı bədənə ötürməsə, nə bizim əllərimiz, nə barmaqlarımız, nə ayaq barmaqlarımız, nə ayaqlarımız, yəni əgər ora qan işlənməsə, qan getməsə, təbii ki, orada problemlər yaranar, düzgün şəkildə işlənməz və yaxud da ki, digər orqanlarda eyni qayda beynimiz də düzgün qərar qəbul etməz. Məhz ona görə mərkəzdə ürək dayandığı üçün və ona görə də biz onu bədənin mühərriki hesab edirik. İdman hərəkətləri ürəyin fəaliyyətinə necə təsir edir? Təbii ki, idman hərəkətləri bədənin fəaliyyətinə müsbət təsir edir. Uşaqlar, təbii ki, insan əgər hərəkətli olduğu halda, hərəkət etdiyi halda onun ürək əzələlərinin fəallığı da artır, bədəndə qan təzyiqi normallaşır, ürək döyüntüləri sabitləşir. Yəni, idmanla məşğul olduğu halda təbii ki. Məsələn, deyək ki, idmanla məşğul olmayan adamlarda deyək ki, piylənmə və yaxud da ki, artı çəkidən əzab çəkmə kimi hallar özünü göstərir. Bu da təbii ki, onlarda beləsə ürək döyüntülərinin düzgün olmamasına, ürək əzələlərinin fəallığının azalmasına, müəyyən də piyləşmə getdikdə insan orqanizminin belə desək də öz normal vəziyyətini itirməsinə səbəb olacaq. Ona görə təbii ki, müntəzəm olaraq idmanla məşğul olmaq ürəyin fəaliyyətinə müsbət təsir edir və onun daha düzgün şəkildə işlənməsinə şərait yaradır. Aydındırmı? Sanki məsələn, idman hərəkətlərini birisi nəyə bənzədə bilərik? Məsələn, deyək ki, maşının mühərrik yağına bənzədə bilərik. Məsələn, əgər maşının mühərrikin yağını biz vaxtında dəyişməsə, o qalsa, çürüsə, xarab olsa və yaxud da ki, keyfiyyətdən düşsə, bu zaman mühərrik düzgün şəkildə işləməyəcək. Eyni qayda, əgər biz müəyyən hərəkətlər, idman hərəkətləri eləməsək, bu artıq bizdə bədəndə, məsələn, deyək və yaxud ümumiyyətlə hərəkət eləməsək beləcə, təhdə idman hərəkətlərindən söhbət getmir. Bu yerimək ola bilər müəyyən məsafəyə, qaçmaq ola bilər. Mütləq deyək ki, sən müəyyən idman hərəkətləri eləməlisən. Məsələn, deyək ki, turnikdə dartınmalısan və yaxud da ki, nə bilim, paralel qovlarda məşq eləməlisən və yaxud da ki, nə bilim, qaçın, deyək ki, başqa idman hərəkətləri eləməlisən. Söhbət ondan gedir. Ümumiyyətlə, müəyyən hərəkətdən söhbət gedir. Yəni, hərəkət elədikcə insan təbii ki, ürəyin fəaliyyətində müəyyən normal, yaxşılığa doğru irəliləyişlər baş verəcək. Sonra keçirik ikinci tapşırığın hərəkət, məddə və bağırsaqla bağlı olan bir hissədir.
Bu hissədə də 2 də mətn tapşırığı, daxil tapşırığı var. D tapşırığında deyir ki, təbiət fənni üzrə biliklərinizdən istifadə etməklə oxuduğunuz hissəni genişləndirin. Həzm prosesi nə deməkdir? Həzm prosesi təbii ki, uşaqlar bu qida qəbulu ilə bağlı olan bir prosesdir. Yəni hər bir insan təbii ki, müəyyən günün müəyyən hissəsində, o birisi məsələn normalda 3 və yaxud da ki 4 dəfə qidalanırlar da insanlar. Deyək ki, səhər, günorta vaxtı, bir də axşam vaxtı qidalanırlar. Təbii ki, onları qida qəbul etdikdən sonra müəyyən bir müddətdən sonra insanda həzm prosesi başlayır. Həzm prosesi təbii ki, birbaşa hansı orqanlarla bağlıdır? Məddə və bağırsaqlarla bağlı olan bir şeydir. Aydındır. Məddə bağırsaqlar həzm prosesində iştirak edən əsas orqanlar hesab olunur. Və həzm prosesi müəyyən bir müddət çəkə bilər. Məsələn, adətən deyirlər ki, məsələn, qida qəbulundan sonra uzanmaq və yaxud da ki, yatmaq düzgün mənalandırılmır. Daha çox hərəkət eləmək lazımdır ki, həzm prosesi düzgün şəkildə həyata keçsin. Yəni, sən hərəkət elədiyin müddətdə həzm prosesi də aktiv şəkildə olacaq və nəticədə bu sənin orqanizmində problemə səbəb olmayacaq. Yox, əgər sən məsələn deyək ki, yemək yedin, qəbul elədin, qidanı qəbul elədin və bu səndə ciddi problemlərə gələcəkdə səbəb ola bilər. Ona görə də qida qəbulundan sonra yatmaq, uzanmaq o qədər də tövsiyə edilmir. Fiziki məşqlər həzm prosesinə necə təsir edir? Təbii ki, fiziki məşqlər uşaqlar həzm prosesinə müsbət təsir edəcək. Çünki fiziki məşqlər zamanı insanın həzm prosesi daha yaxşı gedir və nəticədə belə deyək də və yaxud da ki, həmçinin belə də mənalandıra bilər də, sən fiziki hərəkətlər etdiyin müddətdə sənin belə desək, iştahın arta bilir. Necə iştahın arta bilir? Məsələn, deyək ki, bədən enerji itirir. Nəticədə həmin enerji bərpa olunmalıdır müəyyən müddətdən sonra və enerjini bərpa etmək üçün sən qida qəbul etməlisən. Bu enerjini başqa yolla, məsələn, su içməklə həmin enerjini bərpa edə bilmərik biz. Müəyyən bir güclü qidalar qəbul etməlisən ki, kalorili qidalar qəbul etməlisən ki, sənin belə desək də, həmin o tələb ödənilsin, yəni itirdiyin kalorini geri qaytarasan. Aydındırmı? Əgər bu itirdiyin kalori, məsələn, deyək ki, itirdiyin kalori qəbul etdiyin kaloridən aşağı olarsa, məsələn, deyək ki, sən deyək ki, gün ərzində 500 kilokalori itirirsənsə, əgər 400 kalori qəbul edirsənsə, bu zaman təbii ki, səndə zəifləmə baş verəcək. Yəni, gündən günə zəifliyə doğru gedərsən. Yəni, mütləqdir ki, biz orqanizmin sağlamlığını qorumaq üçün, məsələn, gün ərzində itirdiyimiz kaloridən bir qədər çox kalori qəbul edək. Əgər az qəbul etsək, təbii ki, bu bizim zəifləməyimizə səbəb olacaq. Çox qəbul etməkdə, təbii ki, çox qəbul edən zamanda sən bunu səmərəli şəkildə dəyərləndirməlisən və müəyyən hərəkətlər eləməlisən, fiziki məşqlər etməlisən ki, həzm prosesi yaxşı getsin və səndə o artıq çəkiyə və yaxud da piyələnməyə və yaxud da digər xəstəliklərə həmin artıq qəbul edilən kalori səbəb olmasın. Və bu şəkildə siz bu sualın cavabını yaza bilərsiniz. Şifahi şəkildə dedim, yəni ki, qeydlər apara bilərsiniz özünüz üçün. Üçüncü tapşırıqdır ki, fiziki məşqlər və tənəffüs sistemi. Uşaqlar, fiziki məşqlər və tənəffüs sistemidir. Təbii ki, fiziki məşqlər insan və tənəffüs sistemi. İdman tənəffüs prosesini necə gücləndirir? Uşaqlar, idman tənəffüs prosesini necə gücləndirir? Təbii ki, bu belə deyək də sizə. Məsələn, idman edən adamda düşünürəm ki, məsələn, deyək ki, biz hər hansı bir məsafəni yeridikdə və qaçdıqda, məsələn, idman etməyən şəxslərdə təngə nəfəslik prosesi yaranır. Amma müntəzəm olaraq yeriyən və qaçan adamlar, məsələn, uzaq məsafəyə qaçanda belə və yaxud da yeriyəndə belə onlarda təngə nəfəslik prosesi baş vermir. Və adətən, məsələn, deyək ki, hərəkətsiz insanlar, məsələn, deyək ki, heç, məsələn, neçə müddətcə hərəkət etməyib, məsələn, 5 ay, 6 aydır, ümumiyyətlə heç hərəkət etməyib. Həmin adam, məsələn, birdən-birə gəlsə, bir 3 kilometr, 5 kilometr qaçsa, bu onun üçün ciddi problemə səbəb ola bilər, aydındırmı? Yəni, çünki onda artıq orqanizm bunu qəbul eləmir onda. Təbii ki, idman tənəffüs prosesini gücləndirir və sən daha tez nəfəs verib nəfəs alırsan və səndə nəticədə təngə nəfəslik problemi aradan qalxırsa, sən öyrəşirsən artıq və bunu normal bir öyrəşmək deyəndə ki, yəni tənzimləyirsən də özün üçün və orqanizmin artıq təngə nəfəslik problemini aradan qaldırır və insan özünü daha gümrah hiss edir tənəffüs idman etdikdə. Tənəffüsü düzgün nizamlamaq lazımdır istənilən halda. Tənəffüs sözünün başqa hansı mənası var? Uşaqlar, tənəffüs sözünün bizim dilimizdə məsələn fasilə mənasında işlənir. Əsasən məktəblərdə məsələn biz deyirik tənəffüs, fasilə və ya ara mənasında işlənir. Təbii ki, bu həqiqi mənada olduğu üçün biz bunu omonim götürərik. Biz bunu çox mənalı söz kimi düşünə bilmərik. Niyə çox mənalılıq dedikdə biz sözün məcazi mənasını başa düşürük. Amma təbii ki, burada tənəffüs sözü iki mənada işlənirsə, iki fərqli leksik mənalardır bunlar və ona görə də biz bu sözü omonim kimi götürə bilərik. Bu sözü müxtəlif mənalarda cümlədə işlədilir. Məsələn, deyək ki, tənəffüs vaxtı şagirdlər
bufetə getdilər. Məsələn, belə bir cümlə özünüzdən işlədə bilərsiniz. Dördüncü hissəyə baxırıq. Hərəkət və sümük əzələ sistemi. Burada da bir tapşırıq var. Ev tapşırığında görənlərdən bəhs edilir. İnsan orqanizminin fəaliyyətində sümük və əzələ sisteminin hansı rolu vardır? Biz bilirik ki, uşaqlar, bizdə əgər sümük və əzələ sistemi olmasaydı, biz ümumiyyətlə tamamilə hərəkət qabiliyyətini itirərdik. Necə hərəkət qabiliyyətini itirərdik? Məsələn, düşünək ki, bizim bədənimizdə heç bir sümük yoxdur və əzələlər sərt deyil, yumşaqdır. Təbii ki, nə olacaq? İnsan belə desək də başını belə qaldıra bilməzdi. Aydındırmı? Yəni hərəkət etmək bir yana qalsın, demək olar ki, tamamilə öz funksiyasını itirərdi. Yəni heç bir yerini tərpədə bilməzdi. Aydındırmı? Təbii ki, biz məsələn, adi belə deyək, barmağımız və yaxud da ki, məsələn, qolumuz çıxan zaman, məsələn, sümük olmasa da çıxır və sümük ayrılır sümükdən. Bu zaman nə olur? Biz həmin hissəni tərpədə bilmirik, hərəkət elətdirə bilmirik. Aydındırmı? Demək, sümüklər olmasaydı, əzələ sistemi olmasaydı, insan öz bədənini tərpədə hərəkət elətdirə bilməzdir. Aydındır. Və sümüyün insanın həyat və fəaliyyətində, hərəkət etməsində başlıca rolu var məhz sümüyün və əzələ sisteminin. Fiziki tərbiyə sümük və əzələlərə necə təsir edir? Uşaqlar, fiziki tərbiyə sümük və əzələlərə təbii ki, müsbət təsir edir. Necə? Əgər fiziki tərbiyə ilə məşğul olan, yəni müntəzəm olaraq idmanla məşğul olan şəxsin bədəni, beləcə əzələləri daha həm quruluş baxımından gözəl, həm də güclü, həm də daha yaxşı vəziyyətdə olur. Aydındırmı? Məsələn, müntəzəm olaraq məşq edən, idman edən şəxslərin bədəni atletik quruluşa malik olur və belə desək də daha möhkəm olur, daha sağlam olur. Aydındır və təbii ki, fiziki tərbiyə sümük və əzələlərə müsbət təsir edir. Dördüncü isə idman və xarakter hissəsidir. Uşaqlar, burada da idman və xarakter hissəsində də məhz bizim tapşırıqlarımız vardır. Aşağıda tapşırıq. Aşağıdakı sadalanan keyfiyyətlərin formalaşında fiziki tərbiyə və idmanın rolunu öz sözlərinizdə izah edin. Təbii ki, bu da şəxsi düşüncəyə əsaslanan tapşırıqdır. Hər bir şagird öz şəxsi düşüncəsinə uyğun olaraq bu suallara cavab verə bilər. Aydındırmı? Məsələn, səbir və dözümdür. Təbii ki, insan fiziki tərbiyə və idmanın rolunu öz sözdə idman, məsələn, insanın xarakterinə müsbət təsir edir. Məsələn, burada belə bir cümlə var idi. Kollektivlik keyfiyyətləri formalaşdırır. Məsələn, deyir ki, aşağıda xüsusiyyətlər verir. Kollektivçilik və liderlik. Təbii ki, bu xüsusiyyəti insanda formalaşdırır idman və fiziki tərbiyə. Aydındırmı? Sonra insanda müxtəlif mənəvi keyfiyyətlərin daha doğrusu inkişafına, əqli sağlamlığın inkişafına, əqli keyfiyyətlərin inkişafına, insanın bədənini daha gümrah hiss etməsinə şərait yaradır. Təbii ki, idman edən zaman insan səbirli olmalıdır və dözüm nümayiş etdirməlidir. Müəyyən bir nəticə, müəyyən bir uğur asan şəkildə başa gəlmir və rahatlıqla əldə edilmir. Aydınmı? Və rahatlıqla əldə edilmədiyi üçün ona görə təbii ki, biz səbirli və dözümlü olmalıyıq ki, uğurlara nail olaq. Zəhmətkeşlik və mübarizlik o deməkdir ki, yəni sən müntəzəm olaraq, davamlı olaraq məşqlər etməlisən, aydındırmı? Zəhmət çəkməlisən və nəticədə bu onun mütləq şəkildə öz bəhrəsini verəcək. Atletik xarici görünüşə malik olmaq nə deməkdir? Atletik yəni bədən quruluşunun düzgün şəkilləndirilməsi deməkdir. Yəni hər bir insan təbii ki, müntəzəm olaraq məşq edən, idmanla məşğul olan şəxsin bədən quruluşu idmanla məşğul olmayan şəxsin bədən quruluşundan təbii ki, fərqlənir. Aydındırmı? Çünki onun görünüş baxımından daha yaxşı olur. Həmçində daha əzələlərin quruluşu daha belə desək də yaxşı olur. Əzələlərin quruluşu daha normalara, daha da uyğun cavab verir. Aydındırmı? Bəs bu sözlər öz sözlərinizdə hər bir şəxs öz sözləri ilə müxtəlif şəkildə bu tapşırığı izah edə bilər. G tapşırığıdır bu da. Sonra 2A tapşırıqda deyir ki, tanış olduğunuz mövzu ilə bağlı daha nələri bilmək istərdiniz? Sualları dəftərinizə qeyd edin. İnşallah bu da şəxsi tapşırıqdır. Təbii ki, hər bir şagirdin öz düşüncəsi fərqli olduğu üçün müxtəlif fikirlər səsləndirə bilərsiniz. Mətndə əldə etdiyiniz məlumatları və konferansın materiallarını ümumiləşdirilib mövzu üzrə təqdimatlar edin. Təbii ki, bu mövzu üzrə təqdimatların edilməsi də
Uşaqlar, bu da sərbəst tapşırıqdır. Yəni hər bir şagird dərs zamanı mövzunu ümumiləşdirir və nəticədə özünə uyğun olaraq müxtəlif ümumiləşdirib özünə uyğun olaraq təqdimatlar edə bilərlər. Yəni bu tapşırıqla da bağlı müəyyən bir izah verəcəyim və yaxud da izahın olacağını düşünmürəm. Yəni sərbəst yanaşma ilə bağlı olan tapşırıqlarda uşaqlar heç vaxt fikrinizi ifadə etməkdən çəkinməyin. Hər bir şəxsin söz və fikir azadlığı olduğu üçün sizin də bu tapşırıqla bağlı söz və fikir azadlığınız var. Ona görə də müstəqil şəkildə öz fikirlərinizi irəli yürütməkdən çəkinməyin və fikirlərinizi deyin. Aydındırmı? Səhv olsa belə fikirlərinizi deməkdən çəkinməyin. Təbii ki, siz bunun səhv olduğunu düşünürəm, yox mən bunu deməyin. Belə bir şey olmaz. Və ya da bu səhv olacaq, qoy mən bunu yazmayım. Belə bir şey ola bilməz. Səhv olsa belə düşüncəniz, səhv olduğunu belə düşünsəniz, başqa bir seçiminiz olmasa, əgər fikrinizi deməkdən çəkinməyin. Fikrinizi bölüşün şagird yoldaşlarınızla, qrup halında olan dərslərdə, qrupda olan sinif yoldaşlarınızla və nəticədə hər halda sizin fikrinizə dəstək olan və yaxud da ki, sizin fikrinizi belə deyək də hörmətlə yanaşan təbii ki olacaq və sizin fikrinizi qəbul edənlər təbii ki olacaq. Ona görə də fikirlərinizi ifadə etməkdən çəkinməyin. Çünki sərbəst tapşırıqların izah edilməsi, yəni sizin yaradıcı düşüncənizin inkişafından saxlaya bilər. Ona görə də biz tapşırıqların izahını vermirik. 3A tapşırığı da səhv eləmirəmsə sərbəst tapşırıqdır. Bu da təlimata uyğun olaraq idman və sağlamlıq mövzusunda poster, yəni plakat hazırlayın. Aydındırmı? Təbii ki, poster, plakat hazırlayın. Burada poster nədir? Mənim bir də ki, kağız olur. Məsələn, bir A4 vərəqində siz bunu hazırlaya bilərsiniz. Məsələn, deyək ki, bir A4 vərəqində və belə desək də A4 vərəqində qısa şəkildə, yəni konkret, lakonik qısa bir şəkildə bir poster hazırlaya bilərsiniz. Poster nədir? Belə desək də plakatdır da, bir plakat hazırlayırsınız və həmin plakatda müəyyən bir şüar olmalıdır, müəyyən bir ideya olmalıdır. İdeyanı açıqlayan sözlər olmalıdır. Onun görünüşü bir qədər yaxşı olmalıdır, aydındırmı? Orada müəyyən bir şəkillər, qısa şəkillər də yapışdıra bilərsiniz, aydındırmı? Belə desək də, bu da sərbəst tapşırıqdır. Yəni, mən burada sizin üçün plakat hazırlamaq, yəni necə hazırlayacağımı düşünə bilmirəm. Yəni, bir A4 vərəqində uşaqlar, məsələn, deyək, idman və sağlamlıqla bağlı bir şüar seçin özünüzə. Məsələn, idman sağlamlığın rəmzidir. Belə bir şüar var, aydındırmı? Və bu şüarı seçin və bu şüarın deyir ki, burada 5 sözdən artıq olmamalıdır. Aydın, məsələn, idman sağlamlığın rəmzidir. Mən 3 sözdən ibarət olan bir şüar seçdim və ideyanı açıqlayan 4-5 söz yazırsınız. Aydındırmı? Məsələn, deyək ki, istədiyiniz 4-5 söz yaza bilərsiniz. Sonra şüar vasitə cəlbedici fikir, yəni onun görünüşü yaxşı olsun deyənə, yəni hərflərin yazılışı da, yazılış şəkli, görünüşü gözəl olsun deyənə bir şrift seçirsiniz. Sonra uyğun şəkillər tapırsınız. Məsələn, deyək ki, siz bizim olimpiya çempionlarımızın şəklini, məsələn, deyək ki, məsələn, paralimpiya çempionlarımız var ki, bizim idman yarışlarına uğur. Məsələn, onların, deyək ki, balaca, məsələn, 3-ün 4-ə şəkillərini çıxardıb orada yapışdıra bilərsiniz və yaxud da ki, hər hansı bir başqa bir şəkil yapışdıra bilərsiniz. Yəni, posterinizi, plakatınızı maraqlı cəlbedici edə bilərsiniz. Sərbəst tapşırıq. Ona görə də bu tapşırığı düşünürəm ki, özünüz yaza bilərsiniz. Təsriflənməyən feillər məstər. Uşaqlar, məstər şəkilçisi bilir ki, maqmək şəkilçisidir. İstisna hallarda bu ma formasında da işlənə bilər maqmək şəkilçisi. Məstər feilin təsriflənməyən formasıdır. Bir feilin var təsriflənən formaları, bir də var feilin təsriflənməyən formaları. Feilin təsriflənən formaları şəxsə və kəmiyyətə görə dəyişən formalardır. Təsriflənməyən formalar isə şəxsə və kəmiyyətə görə dəyişməyən formalardır. Məstər şəxsə və kəmiyyətə görə dəyişmir. Deyir ki, cümlələrdə fərqləndirilmiş hansı feil şəxsə görə dəyişmir. Aydındırmı? Mən oxuyub anladım. Oxuyub sözüdür. Sən oxuyub. Görürsünüz, fikir verirsinizmi? Mən, sən, biz və siz sözləridir. Bu birinci şəxsin təkidir. Bu ikinci şəxsin təkidir. Bu birinci şəxsin cəmidir. Bu ikinci şəxsin cəmidir. Fərqli şəxslərdir. Bu feil hər şəxsdə görülsə fərqli şəkilçilər qəbul edir. Görürsünüzmü uşaqlar? Anladım mən, anladın sən, anladıq biz, anladın siz. Amma oxuyub sözü bütün dördündə də eynidir. Heç bir şey dəyişiklik baş verməyib. Dəyişiklik baş verməyibsə, o deməkdir ki, bu söz şəxsə görə dəyişməyib. Şəxsə görə dəyişməyib. Ona görə də şəxsə görə dəyişməyən söz oxuyub sözüdür. Aydındırmı? Məstər maqmək şəkilçisi vasitəsilə düzəlir. Əsasən ismin suallarına cavab, əsasən ismin nə sualına cavab verir. Başqa suallara da cavab verə bilər. Nöqtələrin yerinə təsriflənməyən feillər artırın. Həmin sözlərin hansı suala cavab verir? Yaylağa yol sıx meşəlikdən keçir. Yaylağa, məsələn, burada biz gedən yol deyə bilərik.
Yaylağa gedən yol. Sualda verirsən hansı yol? Yaylağa gedən yol. Biz evə yağış yağırdı. Biz evə qayıdanda məncəb olacaq. Qayıdanda. Burada da uşaqlar haçan sualına cavab verir bu söz. Nə vaxt, nə zaman? Biz evə qayıdanda. Bir vacib məsələ barədə sizinlə burada məsləhətləşmək nə sualına cavab verəcək. Komandaya mükafat veriləcək. Burada da təbii ki, qalib gələn komandaya. Burada da bu da hansı sualına cavab verir uşaqlar. Hansı komandaya? Qalib gələn komandaya. Məstər hərəkətin adını bildirir. Məstər həm ismin, həm də feilin xüsusiyyətlərini daşıyan, feilin təsriflənməyən forma. Ümumiyyətlə, feilin təsriflənməyən formaları ikili xüsusiyyət daşıyır. Məstər feilə aid olan xüsusiyyətləri hərəkət bildirir, təsdiq və inkarda olur. İsmə aid olan xüsusiyyətləri hallanır. Bu iki xüsusiyyət feilə aid olan xüsusiyyətdir. Bu xüsusiyyət isə bu ismə aid olan xüsusiyyətdir. Bunlar isimdir. Bu isə feilə aid olan xüsusiyyətlərdir. Məstərin feilə aid olan xüsusiyyətlərdir. Yuxarıda verilən iki xüsusiyyət. Feilləri məstər formasında yazın. Fərəhləndi. Məsələn, mən burada aşağıda yazacağım. Fərəhlənmək. Gözləyəcək. Gözləmək. Yaranmışdır. Yaranmaq. Bağlayaram. Bağlamaq. Toplamışıq. Toplamaq. İnanırsınız. İnanmaq. Yazarsınız. Yazmaq. Uşaqlar, neynədir burada mən? Bu sözlərdə baxın. Fərəh sözün köküdür. Fərəhlən qrammatik çəkicidir. Qrammatik çəkicisini artırıq. Kökən məstər çəkicisini artırıq. Gözlə qrammatik çəkicisini yenə artırıq burada. Yaran qrammatik çəkiciləri atdıq. Bax, bağla, qrammatik çəkiciləri yenə atdıq. Toplamış qrammatik çəkiciləri atdıq. İnan qrammatik çəkiciləri atdıq. Yaz. Bu tərkibində olan x vurduğum şəkillər onlar təsriflənən şəkillərdir. Mən onları atıram. Ora məstər təsriflənməyən formanın şəkilçisini əlavə edirəm. Məstərləri ismin müvafiq halında işlətməklə cümlələri tamamlayın. Uzaq səmada ulduzlar parıldamağa olar da yəqin ki burada. Parıldamağa başlayırdı. Açıq havada faydası çoxdur. Burada gəzməyin yaza bilərəm. Sevinç bağçadakı güllərə qulluq etməkdən. Zövq alırdı. Bu məsələ haqqında danışmağı, halların özünü qeyd eləmədən danışmağı. Bu təsirli haldır. Bu çıxışlı haldır. Bu yiyəli haldır. Bu da yönlü haldır. Belə cavab verməyi çox haqlı idi. Belə cavab vermək çox haqlı idi. Belə cavab məncə verməkdə yaza bilərəm. Məsələn, belə cavab verməkdə də yerlik hal şəkilsi. Çox vaxt tələbə udulacaq. Hazırlaşmaq çox vaxt tələbə. Hazırla. Buna şəkilçi artırmırıq. Bu da adlı hal olur da. İsmin altı halı var. Hər hala uyğun olaraq bir feil işlədilir. Cümlələrdəki məstərlərin neçənci şəxsə aid mənsubiyyət şəkilçisini qəbul edib. Burada məstər var. Set sözün kökü illeksikdir. Məy məstər şəkilçisidir. İm mənsubiyyət şəkilçisidir. Mən bu qaydada digərləri də ayıracağam. Vermə, verməmək. Məstər, inkar şəkilçisi, məstər şəkilçisi. Bu da üçüncü şəxsin təki. Mağazada kitab seçməyimiz, seçmək, imiz. İmiz mənsubiyyət şəkilçisidir. Məy bu məstər şəkilçisidir. Bu da birinci şəxsin cəmi. Ad gündə iştirak etmək, iniz. İniz ikinci şəxsin cəmidir. Oxumağım, oxu sözün köküdür. Mağ məstərdir. Uşaqlar, məy və yaxud da ki, mağ şəklində işlənməyi k-yə q-ğa əvəzlənməsi deməkdir burada. Bu da məstər şəkilçisidir. Bu da sənin oxumağındır. Bu da ikinci şəxsin təkidir. Aydındır. Tapşırığına baxırıq. Məstərləri müvafiq mənsubiyyət şəkilçisi ilə işlətməklə cümlələri oxuyun. Hər gün dərsə üçüncü şəxsin təki gecikməyi. Hər gün dərsə gecikməyi müəllimi narahat edirdi. İkinci şəxsin təki istehza ilə gülməyin. Divarları
boyamağım axşama qədər boyamağım, ürəkdən sevinməyimiz, ürəkdən sevinməyimiz, ürəkdən sevinməyimiz gözlərinizdən bəllidir. Sevinməyiniz, daha doğrusu sevinməyiniz uşaqlar, sevinməyiniz. Sevimli fincanının üçüncü şəxsin təki qırılmağı bacımı məyus etdi. Qırılmağı. Cümlələrdə məstərləri seçib, fe'lə və ismi aid xüsusiyyətləri müəyyən edin. Məstər burada məsələn bir dənəsini göstərirlər ki, mən atamın susmağı, sus sözün köküdür. Məstər atamın susmağı. Uşaqlar, susmaq sözündə deyirəm şifahi şəkildə məstərdir. Fe'lə aid olan xüsusiyyəti nədir? Təsdiqdə işlənib hərəkət bildirir. Bu fe'lə aid olan xüsusiyyətdir. İsmə aid olan xüsusiyyəti isə mənsubiyyət şəkilçisi qəbul edib nə sualına cavab verir? Nə atamın susmağı. Aydındır mı? Nə sualına cavab verir? Mənsubiyyət şəkilçisi qəbul. Mənsubiyyət şəkilçisidir orada. İşlənməkdən. Fe'lə aid olan xüsusiyyəti nədir? Təsdiqdədir, hərəkət bildirir. İsmə aid olan xüsusiyyətləri isə ismin çıxışlı kal şəkilçisini qəbul edib və ona görə də nədən sualına cavab verir. Nədən xoşum gəlmir işləməkdən. Meyvə tərəvəz yeməməyi. Yeməmək. Burada mə inkar şəkilçisini biz görürük. Demək ki, fe'ldir, hərəkət bildirir, inkardadır. İsmə aid olan xüsusiyyətləri isə ismin təsiri kalın şəkilçisi qəbul edib və nəyi sualına cavab verir. Sabah istirahət etməyə. Et sözün köküdür. Məyə. Hərəkət bildirir, təsdiqdədir, fe'lə aid olan xüsusiyyətidir. İsmə aid olan xüsusiyyəti ismin yönlü kal şəkilçisini qəbul edib və nəyə sualına cavab verir. Əsəri yazmaqda. Yaz sözün köküdür, maq məstərdir, da yerli kal şəkilçisidir. Fe'lə aid olan xüsusiyyətləri hərəkət bildirir, təsdiqdədir. İsmə aid olan xüsusiyyətləri ismin yerli kal şəkilçisini qəbul edib nədə sualına cavab verir. Verilmiş qrammatik formaya uyğun olaraq məstərləri cümlədə işlədin. Təsdiqdə təsirli kalda. Təsirli kalın şəkilçisi uşaqlar və n şəkilçisidə artırdım. İşləmək təsdiq çıxışlı kalda. İşləməkdən. Təkrarlamaq təsdiqdə yerə. Təkrarlamaqda. Öyrənmək inkarda. Öyrənməməyin. İnkarda adlı kalda. Qalmamaq. Adlı kalın şəkilçisi yoxdur. Danışmaq inkarda yerli kalda. Danışmamağın. Bu şəkildə siz də digər özünüzdə də nümunələr gətirə bilərsiniz. Belə, sualların izahı bitdi. Tapşırıqlarla bağlı sualınız olarsa yaza bilərsiniz. Sağ olun. Ola bilsin ki, bu mövzu ilə bağlı mətn daxilində tapşırıqların bir neçə tapşırıq izahı verilmədi. Yəni, bu da təbii ki, normal bir haldır. Yəni, hər bir tapşırıq izahını bəzən vermirik. Sağ olun.